Salam əziz dostlar. Biz bu günlərim sizinlə bu çağıza dekor edəcək mucuklarla. Gəlin başlayaq. Bizim bir ədəd tapancamız və kileyimiz var. Bir ədəd də mucuklarımız var. Bir də çağızımız var. Gəlin başlayaq. Dostlar, indi bu çağızımızdan bir parçasını götürəcəyik. Bunun üstünü götürüp bunun üstüne yapıştıraq muncuklarını. Yapıştırdık bura. İndi isə muncuklar seçib bunun üstüne yapıştıracağıq. Dostlar, burası yandıraq, qızsın burası. Bu qızana qədər gəlin muncuklarımızı seçək. Dostlar, bir bunu ortasına olar, qıraqlarına da bunlardan ağlar olar. Все. Belə. Bir də ki, dostlar, bu kəpənəyin birindən yapışdırarıq. Dostlar, indi kileyimizi açaq, kileyimizi vuraq muncuğumuzun birinə. Ən birinci ortana yapışdıraq. İndi isə yapışdırdıq. Görün nə gözəl oldu. Biraz görünmür, əziz dostlar. Çünki vərəyin özü də sarıdır, muncuq da sarıdır ona görə. İndi gəlin qıraqlarını yapışdıraq. Dostlar, indi gəlin isə qıraqlarını yapışdıraq. Dostlar, burasına vuraq kileyimizi. Vurdıq. İndi kileyi vurdıq. İndi gəlin yapışdıraq. Yapışdırdıq. Biraz gözləyək qurusun. O birisiləri yapışdıraq. Sarını da yapışdıraq. Yapışdırdıq dostlar. Dostlar, indi yapışdırdıq. Dostlar, indi yapışdırdıq. İndi isə qıraqlarına bu mavi muncuqlardan yapışdıracağıq. Dostlar, indi götürdük. İndi isə gəlin qıraqlarını düzək. Dostlar, onu ya da yapışdırmayaq. O cıqqılı olacaq. Elə bu muncuqlardan yapışdıraq. Dostlar, yapışdırırıq. Yapışdırdık. Burası bir dənə daha yapışdırdıq. Böyle iki yapıştıracağıq. İndi bu silah. Dostlar, baxın görün nə gözəl oldu. İndi bu araları var. Bunun aralarını doldurmaq üçün mavini tökürük. Gəlin indi kileyi bura vuraq, maviləri tökək. Dostlar, belə tökürük, üstünə də kileyi tökəcəyik ki, yapışsın. Onu tökmədik dostlar. O pis alınırdı. Ona görə tökmədik. Dostlar, ağzını kileyi vururuq. Bərk olsun deyə. Sonra ise dostlar bunu yapıştıracağıq. Yapıştıraq. Acı biraz da vuraq ki. Bərk olsun. İndi yapıştıraq gəlin dostlar. Yapıştırdık. Böyle alındı. Ortası da lazımdı. Ay, çok hayal oldu. Başladı dostlar. Dostlar, istəsəniz siz də bunu evdə deneyin. Çünki çox gözəldir. Məktəbli uşaqlar üçün bunlar çox qəşəngdir. Kanala abunə olmayı və like atılmayı, şərh yazmayı unutmayın. Sağ olun, görüşürük.